Hörmətli izləyicilər, Ləhəc bağlarında, dəniz yolunda Sibrizə maşınla 8 dəqiqə məsafədə 24 sot paket kupça belə bir gözəl bağımız satışdadır gördüyünüz kimi. Burada basen üçün yer düzə qazınılıb. Yəni hal-hazırda çox işlər qalıb bu evdə. Amma çox gözəl, çox baxımlı bağdır hörmətli izləyicilər. Yəni həyətinə bir neçə maşın daxil oldu. Böyük darvazası var. Gördüyünüz kimi arxa və sağ tərəflə rahatlıqla keçid mümkündür. Birinci mərtəbəsində olan evi sizə göstərəcəm. Evimiz 2 mərtəbəlidir, üstü mansardır. Hətta üstünü artıra da bilərsiniz. Bu birinci mərtəbəsində olan evdir. Sağ tərəfdə belə bir gözəl xudmani mətbəxi var. Burada isə 1, 2, 3, 4, 5 yataq otağı. Bu birinci yataq otağı. Bu ikinci yataq otağı. Maşallah otaqlar çoxdur. Bu üçüncü yataq otağı. Bu dördüncü yataq otağı. Burada isə 5-ci yataq otağıdır, hörmətli izləyicilər. Prosta buranı əlavə otaq ediblər, artıq əşyalar üçün. Burası qonaq otağıdır. İstilik sistemi hər bir otaqda kombidi gördüyünüz kimi. Bu köhnə bağlardandır, hörmətli izləyicilər. İndi inşallah ikinci mərtəbəsini, mansarını sizə göstərim. Keçid edək buradan ikinci mərtəbəsinə. Yenə sizin nəzərinizə çatdırım. Sibriz yolundadır. Dənizin maksimum dənizdən maşınla 8 dəqiqə məsafədədir. Düz Sibrizin qarşısına çıxır. Bura isə şəhərə panoramadır, hörmətli izləyicilər. Gördüyünüz kimi çox gözəl mənzərəsi var. Keçid edək evin içərisini sizlərə göstərim. Burada isə yayda oturmaq üçün buranı balkon ediblər mansardan çıxışa. Keçid edək evin içərisinə. Bura isə mansardır, hörmətli izləyicilər. Gördüyünüz kimi. Belə bir geniş, gözəl mansar. Qonaqlarınızla burada otura bilərsiniz, istirahət edə bilərsiniz. Yəni qonaq otağı kimi. Bura isə hörmətli izləyicilər 24 sotda olan bağ ərazisidir, hörmətli izləyicilər. Yəni növ meyvə ağacları var bu bağda. Gördüyünüz ki, evin arxa hissəsinə kimi dediyim sizə. Sənəd paket kupçadır, hörmətli izləyicilər. Qiyməti isə 230 min manat deyilir. İnşallah oradan real alıcıya da endirim olacaq. Əlaqə nömrələrimiz, hörmətli izləyicilər, səhifədə qeyd olunub. Keçid edib baxa bilərsiniz.